İkincisi cubun. Cubun qorxu deməkdir. Qorxu. Qadında təbiətən biraz qorxaqlıq olmalıdır. Bir qədər. Bir qədər qorxu qadına zinətdir. İfrad yox, qadın işıq söndü, qiyamət qopur. Qorxur bu. Yox, işıq sönüb dünən qorxma. Qorxma, amma bəzi şeylər var ki, oradan da qorxmalıdır qadın. Qadın heç nədən qorxmasa, o qadın üçün nöqsandır. Qadında bir qədər təbiətindən gələn qorxu olmalıdır. O həddə yox, amma bir həddə olmalıdır. Bəzən yeri düşür, qadın şücaət göstərsin. Yəni, yadıma düşür, oxumuşam, Əhzab döyüşüdür. Əhzab döyüşündə Həssan ibn Sabit eşitmişsiniz, Peyğəmbərin şairi olub. Şeir yazıb Peyğəmbər üçün. Həssan ibn Sabit. Bunu qoydular qadınların çadırının yanında. Bəzi adam bu işə yarayır da ki, qadınları qorusun, qabaqda gedə bilmir. Həssana niyə belə deyirəm ki, Həssan vilayətə bağlı qalmadı. Sonra vilayətə dönük çıxdı. Həmin o Həssandır ki, Qədirxumda Həzrət Əlinin şəninə şeir oxudu, məşhur. Şeir yazdı orada ki, o həm də Əlinin imamətinin dəlili kimi o şeiri göstərirlər. Özü sonra sabit qalmadı imamətdə. İndi bunu qoyublar qadınları qorumağa. Buna da burada yer tapıblar. Bəziləri ön cəbhədə vuruşur. Buna da Həssana deyirlər bir silahla deyən qadınları qoru. Bir dənə namərd kafirlərdən biri hücum elədi qadınların çadırına. Bu qorxdu. Bu qorxanda bir dənə qadın nizəni götürdü, atdı, onun sancıldı, onun bədəninə, o yıxıldı, öldü. Bu pərt oldu, qaldı belə ki, yəni bir qadın qədər burada şücaətin olmadı. Bu elə bir məqamdır ki, orada qadın da özünü qorumaq üçün şücaət göstərməlidir. Özünü qorumalıdır. Amma təbiətində qadının bir qədər qorxu olsa yaxşıdır. Kişidən qorxusu çox olmalıdır. Qorxunun bir növü olmalıdır, bir növü. İndi məsələn, qız uşaqlarını bəzi o idman növlərinə göndərirlər ki, mən şəxsən onun əleyhinəyəm. Bilmirəm, mən yəni qız uşağını uşaqlıqdan tam qorxmaz ol, kişi kimi böyüdəsən, bu qadına nöqsan gətirir. Nöqsan gətirir.